Salam. Günün ən nəzərə çarpan mövzularının müzakirəsi ilə nəzər nöqtəsi efirdədir. Artıq 10 gündür ki, müxtəlif sosial şəbəkələrdə insanları xufa salan məlumatlar yayılmaqdadır. Hansı məlumatlardır bunlar? Gəlin baxaq. Məktəb həyətindən oğurlanan uşağın böyrəyə çıxarılıb. Bakıda gül satan oğrular peyda olub. Onlar qapını açan Sadəlöv sakinləri qətlə yetirir. Siz düşün aşağı, sizi axıran gözləyir aşağıda. Siz düşün aşağı, sizi axıran aşağıda gözləyir. Gürcüstandan Azərbaycana çox sayda quldur gəlib. Bakıda məktəb mühafizəçisi azyaşlıya təcavüz etmək istədi. Son 2 həftə ərzində sosial şəbəkələrdə, saytlarda bu kimi məlumatlar səngimir. Ehtiyatlı olun, uşaqları bir müddət məktəbə buraxmayın və sair bu qəbildən olan xəbərdarlıqlar valideyn qruplarında, sosial çatlarda ildırım sürəti ilə yayılır. Onlara davamlı olaraq qanlı qadalı təfərrüatlarla zəngin şərhlər də əlavə edilərək rənglər lap tüpləşdirilir. Bu təşvişdə maraqlı olan dairələr kimdir? Ya bu xəbərlərin arxasında real faktlar dururmu? Bax elə bu suallara cavab tapmaq üçün verilişimizi qonaqlarla bərabər davam etdirəcəyik. Beləliklə, Elnur Rüstəmov, Bakı Dövlət Universitetinin məzunu, bir müddət ali məktəblərdə psixologiya fənnini tədris edib. Nüfuzlu beynəlxalq konferansların iştirakçısıdır, elmi nəşrlərin və tədqiqatların müəllifidir. Psixologiya və konsultasiya mərkəzinin rəhbəridir. Xoş gəlmişsiniz. Və digər qonağımız Şəmsəddin Əliyev. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 30 ilə yaxın Daxili İşlər Nazirliyi orqanlarında məsul vəzifələrdə çalışıb, 2008-ci ildən Polisə Dəstək İctimai Birliyinin sədridir. Bir də xoş gəlmişsiniz, xoş gördük sizi. Yəni, mövzu aydındır. Artıq 10 gündür ki, nəinki sosial şəbəkələrdə, hətta kütləvi informasiya vasitələrində də bu təşvişli xəbərlər tirajlanmaqdadır. Nələr baş verir? Gerçəkdənmi belə hadisələrə, belə təşvişlənməyə əsas var? Düşünürəm ki, Şəmsəddin müəllim bu suala daha yaxşı cavab verə bilər. Çünki sırf ictimaiyyətlə ünsiyyətdə olur sizin işiniz və əsayişlə bağlıdır işiniz. Çox sağ olun. Bilirsiniz, ümumiyyətlə, sosial şəbəkədə son zamanlar yayılan, həqiqətə uyğun olmayan, mötəbərlik şübhə doğuran məlumatların yayılması bir növ cəmiyyətdə çaşqınlıq yaradır. Və mən çox təəssüf edirəm ki, qələm sahibləri özlərinin yaydığı məlumatları yəni öz süzgəclərindən keçirtmədən birbaşa saytlarda, mətbuat səhifələrinə yayırlar və bu da təbii ki, bütövlükdə cəmiyyətin ovqatını dəyişməyə təsir edən faktorlardan biri kimi üzə çıxır. Şəmsəddin müəllim, bu məsələnin ikinci tərəfidir. Amma birinci tərəfi doğrudan mı belə hadisələr baş verib? Yəni, sizdə nə xəbərlər var? Bax, bizdə şəxsən mən Daxili İşlər Nazirliyi ilə bilavasitə əlaqə saxlamışam. Bu günləri həmin sosial şəbəkədə yayımlanan, kütləvi tirajla, cəmiyyətə çatdırılan o məlumatların heç bir hüquq əsası yoxdur. Yəni, ilk növbədə biz soruşmalıyıq. Bu faktla bağlı uşağın oğurlanması, evə daxil olma, kimisə qətlə yetirilməsi, kimisə təcavüz olunması faktla bağlı daxili işlə orqanlarına hər hansı bir məlumat rəsmi şəkildə qeydiyyata alınırmı? Əgər doğrudan da bu qeydiyyata alınmırsa, biz bunu söyləməyə çətinlik çəkirik. Siz eşitdiniz o hadisələri, o xəbərləri. Bəli, biz süjetdə xatırlatdıq hamıya. Bu hadisələrlə bağlı, konkret həmin hadisələrin araşdırılması aparılıbmı? Yəni, hər bir hadisə ilə çox yaxından bələdəm, diqqətlə izləmişəm. Hətta Daxili İşlər Nazirliyinin sözçülərindən biri də məlumat vermiş ki, təksib etmiş ki, belə hallar yoxdur. Birisi Daxili İşlər Nazirliyinin ən az 102 xidməti var. Deyək ki, kimsə anonim məlumat vermək istəyirsə, mümkündür vermək. Kimsə özünü təqdim etmək istəyirsə, yenə mümkündür. Əgər doğrudan da birisi, bunlar ictimai təhlükəli baxımdan cinayət xarakterli məlumatlardır. Yeri gəlmişkən, bu anonim zənglər ciddiyə alınırmı? Əgər doğrudan da əməliyyat fəaliyyəti ilə bağlı, ictimai təhlükəli ilə bağlı cəmiyyət üçün xüsusi önəm kəsb edirsə, mütləq mənada alınır. Yəni, heç bir məlumat yoxlanılmadan arxivə atılmır.
fərq yoxdur. İstər anonim məlumat olur, çünki söhbət cinayətkarlıqla mübarizədən gedir. Bəli. Dövlətin cinayətkarlıqla mübarizə siyasətinin nə dərəcə daxili işə orqanlar tərəfindən həyata keçirilməsindən gedir. Burada təbii ki, bütün daxil olmuş məlumatlara müsbət mənada, yəni çox çevik yanaşılır və onun araşdırılması bilavasitə Daxili İşlər Nazirliyinin rəhbərliyi nəzarətində olur, mütləq mənada. Təşəkkür edirəm və növbəti qonağımız artıq məsələyə digər aspektdən yanaşacaq. Elnur müəllim, siz psixoloqsuz, özdə sırf praktika ilə məşğulsuz. Yəqin ki, bu şayələri yayanların da bir psixoloji problemləri var hər halda. Əlbəttə. Amma bunu siz məndən yaxşı bilərsiniz, mən istərdim siz deyəsiniz. Nə üçün, nədən insanlarda belə bir ehtiyac var bu cür şayələri yaymaqda? Məqsəd nə ola bilər? 20-ci əsr, 21-ci əsrdə informasiya əsridir. Biz səhər oyanandan axşam yatana qədər informasiya alırıq və bəzən şuuraltı olaraq insanlar təəccüblənmək istəyirlər. Və müəyyən, belə deyək ki, ona psixoloji problemli insanlar deyək və müəyyən başqa bir məqsəd güdən insanlar, insanların informasiya aclığından başqa cür istifadə edirlər. Olmayan informasiyalar verməyə çalışırlar, informasiyanı şişirtməklə məşğuldular və onların məqsədləri açıqcası tam şəkildə bilinmir. Bilinən odur ki, bu insanlarda müəyyən psixoloji problemlər, narahatçılıqlar yaradır və zaman-zaman bundan istifadə edirlər və son zamanlar baş verən hadisələr də nəzərə almaq lazımdır ki, olmayan bir şey üzərindən xəbər düzəltdilər. Bundan da əziyyət çəkənlər həm uşaqlar, həm valideynlər, yəni bütün təbəqələrə təsir göstərdi. Yəni o təsiri siz necə hiss etdiniz? Bir praktika ilə məşğul müraciətlərlə olan bağlı. həkim kimi, psixoloq kimi. Bəli, psixoloqlara müraciətlə bağlı, elə mərkəzə müraciətlə bağlı. Əsasən biz müşahidə elədik təşviş həyəcan pozuntusu ilə bağlı. Tutaq ki, valideyn də uşağı ilə bağlı narahatdır, yuxu sistemi pozulur. Və bu aşırı narahatçılıq. Yəni, uşaqların arasında daha çox narahatçılıq müşahidə etdiniz. Valideynlər arasında. Valideynlər Bəli, arasında. valideynlər uşaqlardan daha çox narahatdırlar. Çünki uşaqların bir qismi bu informasiyadan kənardır. Ən uzağı valideyn deyir ki, qapını açma. Yad adamlara açma. Uşaq bəzən bu informasiyanı tam detallı dərk eləmir. Ancaq valideynlərdə təşviş həyəcan pozuntusu nədir? Hadisəni şişirtmək. Və tutaq ki, valideyn evə zəng vurursa və telefonu biraz gec qaldırırlarsa, artıq işdədirsə narahat olmağa başlayır. Həm işə faydalı ola bilmir, həm özünün, belə deyək, psixoloji durumunda narahat olur. Gəlir artıq evə çıxır, görür ki, uşaq başına qoyub yatıb. Bir təhlükə baş verməyib. Yəni, bu əsassız narahatçılıqlar həm yuxu sisteminə pis təsir göstərir, həm özlərinin psixoloji durumuna pis təsir göstərir. Və mən buradan da səslənirəm ki, əgər belə narahatçılıqlar varsa, bunlara psixoloji dəstək vacibdir. Və bununla bağlı da bizə çox zaman müraciət edəndə biz deyirik, yəni dövlət tərəfindən Səhiyyə Nazirliyinin nəzdində psixi sağlamlıq mərkəzi də yaradılıb. Rahat bir şəkildə ora müraciət edə bilərlər. Və bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən qərar verildi ki, xəstəxanalarda psixoloq ştatı açıldı. Və indi orada kadrların yerləşdirilməsi ilə də məşğuldurlar. Yəni, insanlar bu cür narahatçılıq olanda müraciət edəcəkləri yer var. Yetər ki, bu təşəbbüsü göstərsinlər. Çünki proses zamanca dərinləşir, depressiya yarada bilər, digər panik atak yarada bilər, başqa bir psixoloji rahatsızlıqlara çıxa bilər. Yəni günümüzdə belə depressiya yaradacaq səbəblər azmış kimi, yenisi də gündəmə gəlir. Bu da onlara təsir göstərir. Yəni, bugün biz söhbət psixi sağlamlıq və psixi təhlükəsizlikdən gedir. Yəni, təkcə sağlamlığı qorumaq yox, təhlükəsizliyi də qorumaq lazımdır. Yəni, hər bir insan fərqi yoxdur. Kütləvi informasiya vasitələrində, sosial şəbəkədə bir informasiya və yaxud bir status paylaşırsa, o onun məsuliyyətini dərk eləməlidir ki, bu insanlara nə cür təsir göstərəcək? Yəni, burada mən egonu tətmin eləmək üçün hansısa bir yalan informasiya verib və bu doğru deyil. Yəni, burada söhbət məsuliyyətin qorunması və kognitiv terapiya var. Çox üzr istəyirəm. Kognitiv terapiyada qeyd olunur ki, insanları proses və hadisələrin özləri yox, onun haqqında fikirlər narahat edir. Yəni, proses, hadisə, bəli, biz ona o qədər münasibətlər oldu ki, axırda insan çıxdı və dedi ki, xeyr, mən gül satmaqla məşğul. Mən başqa bir iş görmürəm. Biraz da komikdir bu. Yox, nə qədər də səmimidir o. Yox, indi o digər bir məsələnin digər tərəfidir. O bir tərəfdən də biz baxırıq ki, bunların mahiyyətində ciddi bir səbəb durmur. Zaten biz, belə deyək, təhlükəsizliyimizi qoruyuruq, ancaq bunu bu formada təqdim eləmək, bu doğru deyil. Şəhər 360 dərəcə kameralarla əhatə olunur. Elnur bəy, siz
mənəvi məsuliyyət hissindən danışdınız. Bəli. Amma bir hüquq qarşısında da məsuliyyət var. Yəni cinayət məsuliyyəti də yaradır həmçinin. Bununla tutaq ki, əgər kütləvi informasiya vasitələri daha geniş auditoriyası olan KİV-lər əgər bunu yayırlarsa, bu KİV haqqında qanuna da ziddir. Yəni müxtəlif tərəflərdən müxtəlif məsuliyyətlər yaradır. Bax, mən istərdim siz bunun cinayət məsuliyyəti yaradıb yaratmadığından danışasınız. Çünki məsələ o qədər də zərərsiz bir məsələ deyil. Kimsə bəlkə məzələnib, zarafat eləyib, kiminsə doğrudan da kimisə təəccübləndirmək, diksindirmək ehtiyacı var. Amma nəticədə insanlar həkimə müraciət eləyirlər, psixoloqa müraciət eləyirlər. Uşaqların, valideynlərin arasında təşviş artırsa, bu çox ciddi bir məncə məsuliyyət yaratmalıdır. Həmçinin cinayət məsuliyyəti yaratmalıdır. Zaten cəmiyyətdə